Yəqin ki, incəsənətlə maraqlanırsınızsa, bu əsərlə rastlaşmısınız. The Son of Man. Və sürrealizmin ən maraqlı örnəklərindən biri olan bu əsərdə rəssam nə demək istəyir? Yaşıl alma tam olaraq insanın üzünün ortasında dayanıb. O, reallığa və insanın həqiqi kimliyini görməyimizə mane olan bir örtükdür. Almanın kənarından kişinin sol gözü azacıq görünür. Bu detal tamaşaçıda elə bir his yaradır ki, sanki biz onu görə bilməsək də, şəkildəki adam bizi diqqətlə izləyir. Dini kontekstdə alma Adəm və Həvvanın qadağan olunmuş meyvəsini, yəni insanın günahını və dünyaya enişini simvollaşdırır. Əsərin adının İnsanoğlu olması da bu fikri gücləndirir. Əsərə yaxından diqqət yetirdikdə fizika qanunlarına və insan anatomiyasına zidd olan qəribəliklər üzə çıxır. Tərs dirsək, havada asılı qalan alma, divarın alçaq olması, kədərli hava və dəniz. René Magritte özü əsərini belə şərh edir. Gördüyümüz hər şey başqa bir şeyi gizlədir. Biz həmişə görünən şeyin arxasında nəyin gizləndiyini görmək istəyirik. Lakin bu qeyri-mümkündür. İnsanlar gizli olanı öyrənməyə o qədər maraqlıdırlar ki, bu maraq bəzən sıxıcı və gərgin münaqişəyə çevrilir.